Bayaqki videonun davamı. Deməli, harda qalmışdıq? Burada təəssüf ki, xəyanət davam eləyəcək bir müddət. Burada görürsünüz, adam harem şəklindədir. Yəni, sizinlə də danışır, başqasıyla da danışır. Təəssüf olsun ki, yəni bu xəyanət davam eləyəcək bir müddət. Nə qədər deyə soruşdum. Video kəsilmişdi deyə. Oradan izah eləmişdim. Boşa getdi. Bir il müddətində bu belə davam eləyəcək qızlar, təəssüf ki. Amma burada axıra baxdım. Siz mənə tam olaraq münasibətin, bu üçüncü şəxsin müdaxilə etdiyi münasibətin axırını tam olaraq göstərmədi. Amma burada nə olur olsun, siz sevilən qadın olacaqsınız. İstəyir hal-hazırda xəyanətə uğradığınız adam tərəfindən, tabii bilmirəm peşman olub qayıdar ya yox, ya da başqa bir adam tərəfindən. Nəticədə siz burada çox xoşbəxt olacaqsınız. Çünki günəş kartı çıxdı sizə. İstəyir ondan, istəyir onsuz, yəni sizi xoşbəxtçilik gözləyir. Çox şükür ki, burada sizi xoşbəxtçilik gözləyir. Ancaq bir il müddətdə az deyil, yəni ondan sonra siz onu qəbul edirsiniz ya yox. Yəni bu adam harem şəklində, yəni həm sizinlə, həm onunla, hətta bəlkə başqaları da var. Ondan belə danışıq davam eləyəcəkdir. Son olaraq burada sizə bütün kateqoriyalara aiddir. İstəyir platonik olanlar, istəyir normal münasibət olanlar, istəyir də ki, üçüncü şəxsin müdaxiləsinə məruz qalan münasibətlər olsun. 3 dənə burada məsləhət kartı çəkdim. Burada deyir ki, siz nə olur olsun ayıq vəziyyətdə olmalısınız. Yəni burada bu məsləhəti sevgi üçün çəkdim mən. Yəni qoymayın kimsə sizi qorxutsun. Ay səni tərk eləyərəm. Nə bilim, belə səni buraxaram, sən mənsiz heç nəsən. Yəni burada mən daha çox belə şeylər hiss edirəm. Ayıq olun, yəni siz. Fikirləşin ki, bu adam mənim üçün yaxşıdırmı, yoxsa pisdirmi? Konkret, yəni qoymayın sizin beyninizi qarışdırsın. Yaxşısan qal, pissən get, yəni mən vaxtımı alma. Məhkəmə kartı, net və təmiz, yəni. İkinci olaraq məsləhət veririk ki, qızlar, burada gördünüz ki, kateqoriyada da mən sizə ayrı-ayrıqda məsləhət çıxdı ki, mən bunu sizə dedim ki, səbirli olun. Bu da nəyə görədir? Baxın, yoxuşu çıxan bir adam var və yükləndir. Bu o deməkdir ki, siz yüzü yorğunsunuz. Yəni, onsuz da bu yük sizin çiyninizdədir və siz yoxuşu çıxıbsınız. Yoxuşu çıxıb baxarkən bitirmədən yükü buraxsanız, zaten yorğunluq, sizə qalan yorğunluq olacaq. Amma biraz da səbr eləyib o yorğunluqla o təpəni çıxsaz, ən azından yorğunluğa dəyəcək bir başarı əldə eləmiş olacaqsınız. Yəni, nə olur olsun, burada səbirli olun. Və burada tilsim üçlüsü, bunu çox adam necə yazır bilmirəm, baxır yerə, məkana, vəziyyətə. Mən vəziyyətə uyğun olaraq elə yazdım ki, münasibətiniz haqqında tək qərarlar almayın. Burada kimlənsə məsləhətləşin. Bilmirəm, bəlkə də münasibətiniz gizli münasibətdə, çalışın gizli saxlamayın, kimlənsə məsləhətləşin. Yaxud da münasibətiniz haqqında baş verən şeyləri heç kimə danışmırsınız. Burada çalışın kollektiv hərəkət edin, yəni öz başınıza yox, ətrafınızdakı insanlardan dəstək alın. Yəni belə, dəstəklə qalın, sevgi ilə qalın. Bu qədər kartın içində böyük arkananın ən pozitiv kartı olan günəş kartı da çıxdı. İnşallah münasibətlərinizə günəş kartı kimi günəş doğsun. İzlədiyiniz üçün təşəkkür edirəm. Özəl açılım üçün WhatsApp-la əlaqə saxlayın. Alma vermə dəngəsi üçünsə videomu bəyənib abunə olmağı, kommentdə yazsanız yaxşı olardı, unutmayın. Təşəkkürlər, sağ olun.